İndi isə bu məhsulu, belə deyim də, şablon üzərində eləməyə çalışacağıq ki, biz nə bacarırıq. Baxın, burada da var. Bundan istifadə edə bilərsiniz, bundan istifadə edə bilərsiniz. Bu da qəşəngdir. Bundan da istifadə edə bilərsiniz. Bu biraz sadədir, bundan istifadə edirsiniz, amma daha peşəkar göstərəcək. İndi qayıdarıq, ondan da eləyərik. Hamısı qəşəng görünürlər. Eləmək olar. Demək, indi birinci bunu işləyək. Məsələn, bunu işləyirim dəfədə. Bu da yenə bitkisel bir məhsul olduğu zaman bunlardan bu şablondan istifadə edə bilərik. Amma yəni çalışaq ki, şablonun bizə ötürdüyü auranı, belə deyim ki, hissi, duyğunu orada göstərə bilək. Ola bilər hamısı məhsul üçün olsun, amma hansı məhsul üçündür, tipinə uyğun olaraq dəyişə bilir. Təbii ki, orada da hər məhsul üçün olur. Onu nəzərə alaraq. İndi bizim bu şablonumuz açılsın. Deməli, burada da görürük ki, bizdə çoxludur biraz şriftlər və biraz qarışıqdır. Burada əsas qarışıqlığı neyləmək lazımdır? Aradan qaldırmaq lazımdır ki, bizə problem yaratmasın. Demək, qarşılığı nədən ibarətdir? Birinci olaraq bizə logo əgər lazım deyilsə, mən lazım deyil hansı ki, bir müddət, ona görə ləğv edirəm. Yəni, buna hələ ki, ehtiyacım yoxdur. Bunu əgər niyodursa, yəni yeni məhsuldursa qala bilər. Əgər sizə, məsələn, hələ ki, mən də istifadə etmək istəmirəm bundan, yəni də ötürək məncə. Və burada nəyə çıxırıq başqa? Bunlar istəsəz təbii ki, qalar. Amma mən hələ ki, adına baxmaq istəyirəm. Birinci yeni məhsul tapıb, ona uyğun. Deməli, daxil oluram yenidən Fabelik saytına və bu saytda geri hissəyə bastığımız zaman yenə sağlamlıq bölümünə aid olan məhsullar gələcək və bu məhsullardan bizə lazım olanı seçəcəyik. Təbii ki, mən burada daxil olduğum üçün bu sayta mənim hesabım olduğu üçün, bir oranın işçisi olaraq oradan qeydiyyatdan keçdiyim üçün hesabım var. Kimin ki hesabı yoxdur, qeydiyyatdan keçə bilər. Yəni işləmək üçün, belə deyim. Yəni biz gəlin bu dəfə başqa məhsulu eləməyə çalışaq. Yəni təbii ki, yenə bu məhsullar ola bilər. Hal-hazırda bizə belə qutuda, yəni belə deyim, krem şəklində olan bir məhsul lazımdır. Demək, burada başqa məhsul tapmadığım üçün yenidən bunu oxşar bir məhsulla eləyəcəm. Yəni burada da yenə həmin daha bitkisel məhsul olduğu üçün məcburuq bunu eləməyə. Yəni siz başqa bir məhsul üçün də eləyə bilərsiniz. Deməli, neyinirik? Mən bu dərsim, hansı ki, bu işinə əlaqəli olduğu üçün bunları YouTube kanalıma yükləyəcəm. Bayaqki qayda ilə mən yenə məhsulumu yüklədim. Yəni bunun üzərinə bastığımız zaman bura yüklənir. Gələm bura birinci olaraq. Budur, mənim burada nəsə yazmayıbkən. Bunu dəyişəcəksiniz. Bunu da dəyişmək üçün təbii ki, bu quraşdırma nə var? Burada bunu ləğv eləyək. Bu məhsulun adıdır. Bunu gətirək. Belə deyim, çıxardaq və bura bir dənə bunu əlavə edək. Daha sonra gəlirəm burada, fonu silirəm bu formada. Burada da bizim məhsulumuz yükləndi və mən neyinirəm? Bunu gəlirəm, yükləyirəm. Bu formada. Bayaq necə idi, hansı qaydada idi? Gəlirəm yenə. Bax, amma burada gəlirəm mövqe hissəsinə. Yarpaq aşağıda olduğu üçün bir dənə gəlirəm. Həmin bu mövqe hissəsindən mövqeyə bir dəfə geri bastığımız zaman həmin bu yarpaq ondan daha üstə çıxır. Təbii ki, bu bizim üçün önəmlidir, hər detal. Və buna görə də gətirib bunu formada yığdım. İstəsəz təbii ki, bu hissədə kölgə artıra bilərsiniz. Bu hissənin kölgəyə ehtiyacı ola bilər. Demək, burada nə lazımdır? Bizə yenə adını yazıram. Yenə bu markanın olduğu üçün yazırıq burada. Bunu bu hissədən yaza bilərsiniz siz, təbii ki. Demək, buradan yazıq məhsulumuzun adını. Siz buradan da yaza bilərsiniz, buradan da yaza bilərsiniz. Bayaqları eləmişdik, indi daha fərqli eləyək. Və mən yenə həmişəki kimi favori şriftimlə yazmaq istəyirəm, popistdən yazmaq istəyirəm. O daha yaxşı səliqəli göstərəcək. Demək, bunu amma bold olmayan variantından istifadə edəcəm.
Demək, bir dənə də aşağı çəkirik. Biz burada bunu neynədik? Bold eləməyim söndürdük. Yəni belə deyim də sadəcə sadə olaraq qalacaq. Qalın yazmayacağıq. Yenə məhsulumuzun adını burada qeyd eləməmişəm. Onu qeyd edeyim. Çünki yenə deyirəm, sonra problem yaratmasın bizə. Gəldim bura. Təbii ki, bu hissədə söz yazmalıyam. Yenidən sayta dönürəm və həmin ikinci sözü qeyd edirəm. Siz təbii ki, istəyirsə fərqli edə bilərsiniz. Sadəcə bu formada daha səliqəli və daha peşəkar görünəcəyi üçün bunu bildiyimə görə onu gətirib buradan yazıram. Burada da yenə bax, belə səliqəsiz düşürdü, 2 dənədir deyə uzundur söz. Ona görə yenə aşağıdan gətirib yazacağam. Bunu da gətirirəm, neynirəm, belə yazıram. Bu formada yetərlidir deyə düşünürəm. Və bunu biraz böyütməyimizə ehtiyacı var. Böyüdüb yığdım bu formaya. Sonra burada da yenə, baxın, burada bu hissələr var, düzdür. Bu hissələri gətirirəm, yığıram bura. Və burada sadəcə sizə balaca görünə bilər bu, amma böyütdüyümüz zaman bu belə görünmür. Bayaq dediyim kimi sadəcə kompüter üçün yox, eyni zamanda buna telefon üçün nəzarət eləmək lazımdır ki, uyğun olub olmamağa. Çox yekəyə ehtiyac yoxdur. Və təbii ki, indi burada sətrimiz çox olduqca dəyişəcək. Yəni, bunu biraz aşağı edilmiş olacaq. İndi bədən lazım olar deyə bunu hər birini aşağı gətirirəm. Bu formada hər biri bir-birinə yoğunlaşacaq gətirir. Və mən istəmirəm ki, bu şrift olsun. Həmin eyni şrift getsin deyə bayaqki seasonlı idi. Yəni, expert forma yazılan. İndi bunu istəyirəm ki, bunun bayaq indi elədiyim şriftdən olsun. Burada hamısının dəyişik hissəsinə bassam, bütün mod adlı olan şriftlər hamısı Poppins'e çevrilir. Və mən neyinəm? Yenə burada aşağı düşürəm. Və hansı məlumatlar var? Mən 3 məlumatı seçirəm buradan. Bunu neyinirəm? Kopyalayıb bu hissəyə yapışdırıram. Və bura neyinirik? Burada görürsünüz ki, bunun burada hissəsi yaranır. Siz eləməyin ki, yəni burada başlayanda nöqtə olmasın. Sonra gətirəm bunu da belə bu hissəyə. 2 sətirli eləmiş oluram. 2 sətir daha yaxşı düşəcək. Sonra buradan gəlirəm. Ayaqlarda yük, şişkinliyi falan qaldırır. Bu cümləni götürürəm. Gəlirəm bura. Bunu da qeyd edirəm burada. Sözlərin hamısını yazsın bura. İndi bunları daha aralı olmasın deyə gətirib hamısını biraz daha qıraqdan yazıram bu formada. Nədir? Burada hamısını qeyd elədim. Dediyim kimi, əgər istəyirəmsə çoxdursa mənim mətnim, bu zaman birini əlavə elədim bunlardan. Yəni bu formada tutdum və seçdim. Bunun üzərinə basdığımız zaman bir dənə duplik kartını çıxardır və mətnin hissəsini 2 dəfə vurub lazım olan mətnimizi qeyd edirik. Bunu da bu hissəyə üçün gəlib düzəltdikdən sonra bizə lazımdır. Buradan qiyməti yaza bilərsiniz. Təbii ki, burada var deyə. Bu hissəyə verib, indi al yazıb. Təbii ki, siz yaza bilərsiniz, yazmaya bilərsiniz. Amma olsa daha yaxşıdır. Amma mən bunun yerinə istəyərəm ki, burada qiyməti yazım. Məsələn, 2 manat 87 qəpik olmasını qeyd edə bilərəm. Buradan. Demək, yazdım. Bunu da gördüyünüz kimi qeyd elədim. Və burada bayaq nə eləmişdim? Tamam. Artikulun qeyd edirəm. Burada nömrəsini bu hissədə. Deməli, bunu da qeyd elədikdən sonra gəlirəm burada, kopyaladıqdan sonra da toxsu gəlib, bunu da bu hissədə neyinirəm? Yapışdırıram ki, lazım olar deyə. Biraz daha qalınla yazıram. Bunu da bu formada hazırladım. 2 dənə posta hazırladıq. İstəsəz, təbii ki, könüllü olacaq işləyib işləməmək. Demək, bundan danışdıq. Sosial media üçün istifadə edə biləcəyiniz 2 postlardan biridir. Yəni, 2 dənə nümunə göstərdik. Məhsul, belə deyim, postlarına.